Quranda ayə var, Allah Mütəala buyurur ki: "Ey peyğəmbər, sənə o kəslərdən xəbər verimmi ki, onların əməlləri batildir, amma özlərinin bundan xəbəri yoxdur. Onlar əməllərinin qəbul olduqlarını salırlar, halbuki əməlləri batildir. Əməlləri batildir bilirsiniz nə? Yəni onlar çoxlu yaxşı işlər görürlər, hətta dinə, insanlığa. Amma xəbərləri yoxdur ki, o onların ruhunda heç bir təsirə malik olmur. Ona görə də riyakarlıqla edilən əməllər, özünü göstərmək üçün edilən əməllər və yaxud da ruhiyyədə başqa olub zahirən manevr eləyib, nəsə köməklik eləyən, məscid tikdirən, falan eləyən, Kərbalaya gedən, 100 dəfə Kərbalaya gedən bu adamlara dəyər verməyəcəklər. Hədsin zahirinə baxma ki, kim daha çox Kərbalaya getsə belə olar. Kim daha çox ruhunu düzəldən, ruhuna, yəni Allah istəyən cürə Kərbalaya gedən adamlara nicat veriləcək. Nəinki onlarla dəfə gedən adamlar. Elə adam var ki, elə Kərbalada yaşayır. Elə adam var, elə Kərbalada hərəmin xidmətçisidir, amma Allah ondan narazıdır. Biz bunları bilmirik. Yəni din budur. Dində diqqət edilməli şey budur.